adlandırır. Bu yanlış fikirdir. Çünki birinci bənddə əsərin belə deyək, lirik qəhrəmanı sevdiyi qızı Butiziba adlandırmış olur. Yer üzünün qibləgahı isə sonuncu bənddədir. Burada məşuqə iki şəkildə adlandırılır. Ol Butiziba və yer üzünün qibləgahı. Əsər rədifə görə adlandırılıb yanlışdır. Çünki bu şeiri biz deyə bilmirik. Nə rədifə görə adlandırılıb və yaxud da ki, birinci misraya görə adlandırılıb. Bu fikirdən qəti razılaşa bilmərik. Çünki şeirin iki adı var. Rədif əsasında və şeirin birinci misrasına görə. Şeirin rədifi yoxdur. Bu da yanlış fikirdir. Fakt rədifi var. Dedi nədir? Müəllif sonda özünə müraciət edir. Adını çəkir, amma müraciəti yoxdur. Aşiqin kədər və həyəcanı ilə sevgisinin gözəlliyi qarşılaşdırılır. Tamam doğru fikirdir. Məşuqənin zülfü pərişandırsa, aşiqin də əhvalı pərişandır. Burada pərişan olan aşiqin əhvalıdır. Zülfün pərişanlığı burada deyil. Zülfün pərişanlığını biz pəri qoşmasında görürük. Zülf pərişan. Zülf pərişan dağınıq mənasını verir. Yəni saçın dağınıq olması. Ona görə 6-cı fikirdə yanlışdır. Cavabımız qalır 1, 2, 3, 4 və 6. C variantı.